Axşamınız xeyir, necəsiz? Mən bugünkü videonu istədim passive voice-da çəkim, məchul növə çəkim. Çünki ən sevdiyim mövzulardan biridir və özümə asla olmur, əlim həmişə buna gedir. Passive voice işləmək adama o qədər zövq verir. Belə çıxdaş eləyirsən, o mənə ləzzət eləyir. Passive voice işləmək üçün 3 əsas nüansa diqqət edirik. Məlum növdən məchul növə çevirərkən məlumun mübtədasını ya itirirsiniz, yəni mübtəda we-dir. Ya bunu itirirsən, ya da by sözünüsü ilə verirsən ən sonda olaraq, tamamlıq olaraq. İkinci, tapırsan tamamlığı, gətirib onu məchulda qoyursan mübtəda yerinə. Üçüncü, baxırsan xəbərin zamanına, hansı zamandadırsa onu to be əlavə edərək məchula çevirirsən. Deməli, mən baxacam bu mübtəda olmasın, tamamlıq mübtəda yerində olsun, xəbərim indiki sadə zamandadır, düzdürmü? İndiki sadə zamanda mən məchul xəbər axtaracam. A-da, baxın, məlum xəbəri veribdir. Məchulun xəbəri necə olur? To be plus P2, düzdürmü? Burada to be də yoxdur, bu da P2-də də deyil. Burada to be və P2 var, amma to be keçmişdədir, mənə lazım deyil. To be var, P2-də var, həm də indiki zamandadır, əla. Burada to be yoxdur, burada to be də var, P2-də var, amma gərəksiz bir şey də var, been. Is been, are been, were been deyə bir şey yoxdur uşaqlar. Bu həzlə işlənir. Keçdik 2-yə. Tapıram mübtədamı, tapıram tamamlığımı, tapıram xəbərimi. İndi a few pictures silinməlidir ya da yox, tamamlıq yerində olmalıdır. Düzdürmü? Burada hələ mübtəda olaraq da saxlayıbdır. Ona görə C-ni və D-ni siləcəm. The room-u keçirdibdir burada tamam mübtəda yerinə. Afərin. Pictures decorate. İndiki sadə zamanda. Düzdürmü? Ona görə mənə indiki sadə zamanda, yəni to be plus P2 lazımdır. B düzdür. A-da to be yoxdur. Y-də də keçmiş zamanda da uyğun deyil. Məlumdan məchula keçirərkən zamanımız dəyişmir uşaqlar. 3-də mübtədanı axtarıram, tamamlığı axtarıram və xəbəri axtarıram. Our pupils yoxa çıxıbdır, okey. Computers olub mübtəda, okey. Use hansı zamandadır? İndiki sadə zamanda. Mən axtaracam are used. Elə A variantı düzdür. B-də to be yoxdur, Y-də have-dir, D-də keçmiş zamandır, Y-də də are been deyə bir şey yoxdur. 4. Mübtədamda company, tamamlığım some new projects, xəbərimdə accepted. The company olan variantları silirəm, mübtədanı dəyişməli idi, yoxa çıxartmalı idi ya da tamamlıq yerinə qoymalı idi. Digər variantlar some new projects düzdür. Accepted hansı zamandadır? Keçmiş zamanda. Mən keçmiş zamanda olan məchul axtarmalıyam. Bu indikidir. Bu düzdür. To be üstəgəl P2 veribdir, düzdürmü? B-də isə artıq sözlər var. O mənə lazım deyil. Someone mübtəda, his suitcase tamamlıq, xəbərimdə stole. Stole hansı zamandadır? Keçmişdə steal, stole, stolen olur. Deməli, mənə lazımdır someone silinsin. Baxın, burada someone var, sildim. His suitcase düzdür. Gəlin buradan da siləm. Was, been deyə bir şey yoxdur. Is indiki zamandadır. Mənə keçmiş lazımdır. Has bitmişdədir, olmur. Was stolen. Tam-tamına 4 dörtlük düz variant. 6. Alice mübtəda, an essay tamamlıq, wrote keçmiş zamandakı xəbərim. Alice olan variantı silirəm. Mübtəda dəyişməlidir. Keçmiş zamanda məchul axtaracam. Bu indikidir. Was been deyə bir şey yoxdur. Burada to be yoxdur. Bu məlumdadır. Belə çıxır ki, essay yazıb Alice tərəfindən. Yəni, burada xəbərdə yazılıb deyə bir şey yoxdur. Was written tam-tamına yazılıbdır. Keçmiş zamandadır. 7. Mübtədam the students drew xəbər keçmiş zamanda beautiful pictures tamamlıq. The students olanı silirəm. Mübtədanı dəyişməli idi. Beautiful pictures. Drew keçmiş zamandadır. Düzdürmü? Baxın, burada to be yoxdur. B düzdür. İndiki zaman, indiki zaman. 8. Tamamlığım
Mübtədamdır friends, xəbərim visit, indiki zamanda, tamamlığım David. The friends olaraq qalanı siləcəm. Mənə lazım deyil bunlar. David mübtəda olanlar əla. Zamanım hansı zamandır? İndiki zaman. Was keçmişdə olmaz. Burada da məlumdadır. Xəbər olmaz. Burada deyir ki, David dostlar tərəfindən baş çəkilir. David'ə baş çəkilir. Amma burada deyir ki, David dostlarına baş çəkir. Bu cümlə məlumdadır uşaqlar. Düz cümlədir, amma məlumdadır. Mənə isə passiv lazımdır. 8. The boy mübtəda, feeds xəbər, the birds tamamlıq. The birds başda olmalıdır. Sildim bunu. Xəbərim hansı zamanda olmalıdır? İndiki zamanda. Were keçmişdi, are been-də olmaz. Cavabım B. Ona baxıram, mübtədamda company, xəbərim exported keçmiş zamanda a lot of cotton. The company olaraq qalanları silirəm, mübtəda dəyişməli idi. A lot of cotton okeydir. Zamanım keçmişdi, düzdürmü? Was exported. Bu düzdür. C-də to be yoxdur, Y-də də cotton sayılmır. Ona görə were olmazdı. Xəbərim tək olmalıydı. The hunters mübtəda, caught xəbər keçmiş zamanda da B-yə tamamlıq. The hunters olanları silirəm. The B-yə düz. Caught keçmiş zamandadır, düzdürmü? Baxın, bu bitmişdi, səhvdir. Bu indikidir, səhvdir. Was been deyə bir şey yoxdur. Cavabım B olacaq. 12. Sophie mübtəda, taught xəbərim keçmiş zamanda economics tamamlıq. Economics gəlib olmalıdır. Başda olmayanları silirəm. Xəbərim hansı zamandadır? Keçmişdə. Bu indikidir. Was been deyə bir şey yoxdur. Cavabım olacaq Y. He mübtəda, drinks xəbər, a cup of coffee tamamlıq. A cup of coffee gəlibdir. Drinks indiki zamandadır, amma is been deyə bir şey yoxdur. Burada to be yoxdur. Bu keçmişdədir, bu da bitmişdədir. Cavabım olacaq D. Gəlirəm 14-ə. Mübtədam the girl, xəbərim left, tamamlığım the notes. The girl olanı silirəm. Xəbərim keçmişdə olduğu üçün were been deyə bir şey yoxdur. Have bitmişdi, are indikidir. Were elə keçmişdi. Budur mənə uyğun. They mübtəda, will change xəbər, the decision tamamlıq. Decision gəlib durmalıdır başda mübtəda yerində. Xəbərim də olmalıdır. Will be changed. C bəndi. Burada to be yoxdur, həm də P2 yoxdur. Burada gələcək zamanda deyil, burada da məlum növdədir. Uyğun deyil mənə. 16. Her message. Mübtəda, onun mesajı mənə məlumat verdi, onun gəlişi haqqında. Mübtəda, informed tamamlıq, üzr istəyirəm, xəbər tamamlıq da me. Artıq her message mübtəda olmamalıdır. Me obyekt əvəzliyi tamamlıq funksiyasından çıxıb, mübtəda funksiyasında işlənməsi üçün gəlməlidir adlıq formaya. Düzdür? Baxın, hamısı da adlıqdır. Xəbərim hansı zamandadır? Keçmiş. Ona görə was been deyə bir şey ümumiyyətlə yoxdur. Bu indikidir, bu indikidir. Cavabım D olacaq. They mübtəda, sell xəbər, all sorts of paper. Tamamlıq. Xəbərim hansı zamandadır? İndiki. Bu bitmişdi. Burada to be yoxdur. Bu keçmişdi. Are been deyə də bir şey yoxdur. Cavabım olacaq A. She mübtəda, put xəbər. Baxın, bu keçmiş zamandadır. İndiki zamanda olsaydı puts olardı. Keçmiş zamanda some pieces of cake mübtəda. Tamamlıq. Gəlib olmalıdır mübtəda yerində. Olubdu, okey. Put keçmiş zamanda olduğu üçün are been deyə bir şey ümumiyyətlə yoxdur. Were been də yoxdur. Are put keçmişdir. Burada da to be yoxdur, yəni o məlumdadır. Mənə qalacaq A variantı. 19. He mübtəda, read xəbər. Baxın, reads olsaydı, indiki zamanda olsaydı reads olardı. A few articles tamamlıq. Hansı zamanda dedik? Keçmiş zamanda. Were been deyə bir şey yoxdur. Bu məlumdadır. To be yoxdur. Bu indikidədir. Səhvdir. Bu da indikidir. Səhvdir. Cavabım D. 20. Mübtəda,
planted xəbər, the fields tamamlıq. The fields gəlib olub mübtəda, xəbərim keçmişdə olduğu üçün keçmiş axtarıram. Bu bitmişdi, bu indiki been artıqdır, bu keçmiş been artıqdır, bu da gələcəkdir. Cavabım olacaq B bəndi. 21. The scientists mübtəda, discovered xəbər, keçmiş zamanda new facts tamamlıq. Keçmiş zamanda xəbər axtaracağım. Were, been deyə bir şey yoxdur. Bu bitmişdi, bu indikidir. Bu da gələcəkdir. Cavabım D. 22. We mübtəda, looked through xəbər, all the advertisements tamamlıq. Artıq we olaraq mübtədanı eyni saxlayan cümləni silirəm. Xəbərim də nə olmalıdır? Looked keçmiş zamanda. Are been deyə bir şey yoxdur. Were been deyə bir şey yoxdur. Are looked da indikidir. Cavabım olacaq B. 23. Mübtəda they, xəbər decorate, indiki zamanda the whole tamamlıq. They olaraq mübtədanı eyni saxlayanı silirəm. Digərləri the whole düzdür. Xəbərim hansı zamandadır? İndiki, gələcəyi silim, keçmiş silim, is been silim. Qalacaq C variantı. Görün uşaqlar, nə asan testlərdir. 11 dəqiqəyə hələ bu qədər danışa-danışa 23-ə çatdıq. They bought, they mübtəda, bought xəbər, this house tamamlıq. A-nı silirəm, mübtədanı eyni saxlayıb, Y-ni silirəm, mübtədanı eyni saxlayıb, xəbərim keçmişdədir, burada məlumdadır səhv, burada indikidədir səhv, cavabım olacaq C variantı. 25. Tamam, mübtəda, took xəbər, keçmiş zamanda, the books artıq olacaq tamamlıq. Jane varsa siləcəm. 3 dənəsini sildim. Digərlərində the books önə keçibdir. Xəbərim olmalıdır. Keçmişdə bu indikidir, bu bitmişdir. Cavabım olacaq Y variantı. Okay. 26. Davam edirik. The fire mübtəda, damaged xəbər, the town tamamlıq. The fire olanları sildim. Dəyişməli idi. Was been deyə də bir şey yoxdur. Cavabım olacaq A. 27. The servant xidmətçi, qulluqçu, köməkçi. Mübtəda, cleaned xəbər, all the windows tamamlıq. Servant olaraq qalanları sildim. Geri qalanda zamana baxacağım. Keçmişdir, düzdürmü? Were been deyə bir şey yoxdur. Bu da bitmişdi, sildim. Cavabım olacaq Y variantı. 28. The fire mübtəda, destroyed keçmiş zamanda xəbər, the building tamamlıq. The fire olaraq qalanları sildim. The building düzdür. Destroyed keçmişdədir deyə mənə bitmiş və was been ümumiyyətlə səhvdir. Mənə lazımdır A. 29. Mübtəda, xəbər, tamamlıq. Mübtədanı eyni saxlayanları silirəm. Mən nə bilirəm, məchulda hərəkətin icraçısı məlum deyil. Ona görə məlumdakı mübtədanı, iş görəni mən yoxa çıxartmalıyam. Geri qalır mənim zamanı seçmək. Build keçmişdədir, düzdürmü? Was been deyə bir şey yoxdur. Is been deyə bir şey yoxdur. Həm də indikidədir. Cavabım olacaq Y. 30. Davam edirik uşaqlar. 30. Jane mübtəda, used up xəbər, keçmiş zamanda, all the flow tamamlıq. Keçmiş zaman lazımdır, düzdürmü? Was been deyə bir şey yoxdur. Was used düzdür. Has bitmişdir, is indikidir. Burada da məlumdadır. 31. I. Mübtədanı siləcəm, silinibdir. Xəbərim spent keçmiş zamandadır. Keçmiş zaman axtarıram. Baxın, bu məlum, bu indiki, bu bitmiş. Bu da indiki, bir dənə Y qaldı. The forestdə mübtəda, cut xəbər, indiki zamanda olması üçün cuts olmalıdır. Bu keçmiş zamandadır. All the wood tamamlıq. Keçmiş zamanda xəbər axtarsam was been bir şey yoxdur. Is indikidir, has bitmişdir, will be gələcəkdir. Cavabım olacaq D. 33. They. Mübtəda will accept bunun xəbərin xəttini düzgün çəkmədim. His invitation tamamlıq. Mübtədanın dəyişməyini sildim başda.
Will accept indiki gələcək zamanda düzdürmü? Mənim cavabım olacaq will be accepted. Burada will be var, ancaq P2 yoxdur. Bu səhvdir. Burada will be yoxdur. Burada da nə be yoxdur, nə ed yoxdur. Yəni bu məlumdadır. 34. The editor in chief. Tamam, mübtəda. Read. Keçmiş zamanda olan xəbər. İndiki zamanda olması üçün reads olmalıydı. All the articles tamamlıqdır. Mübtədanı dəyişməyənləri silirəm. Getdi bu. Xəbərim keçmişdədir. Bu indikidir. Verbin deyə bir şey yoxdur. Bu da bitmişdir. Cavabım olacaq D. 35. Walter. Tam mübtəda. Wrote keçmiş zamanda xəbər. An article tamamlıq. Keçmiş zaman axtarıram. Bu bitmişdir. Was been deyə bir şey yoxdur. Bu indikidir. Bu da gələcəkdir. Cavabım C. Görün nə asandır. 50-yə qədər gedəcəm uşaqlar. Maksimum çalışıram ki, gedim. Ondan sonra baxaraq çətin testləri seçərəm. The students mübtəda, made xəbər, an important decision tamamlıq. Students eyni saxlayanı silirəm. Xəbərim də keçmişdə olmalıdır. Bu indikidir, bu məlumdur. İyi. She mübtəda, A-nı sildim, Y-ni sildim. Drinks indiki zamanda xəbər. Ona görə burada baxın, mübtəda xəbərin məlumdadır, to be-si yoxdur. Bu keçmişdir səhv, bu indiki düzdür. D bəndi. Jane bought a lot of flowers. Bought keçmişdədir, düzdürmü? Elə B olacaq. Baxın, artıq mübtədanı itirməmişəm. Buy sözünü ilə keçirtmişəm tamamlıq yerinə. Axır ki, belə bir testdə də rast gəldik. Burada to be yoxdur, burada bitmişdir, burada indikidir. Mənə lazım idi keçmiş. Kate tamamlıq mübtəda, read keçmiş zamanda xəbər, indiki zaman olması üçün reads olmalıydı, düzdürmü? Burada artıq mənim tamamlığımda an interesting message. Kate'i saxlayanı sildim. Xəbərim olmalıdır keçmişdə. Bu indikidir, bu məlumdur. Cavabım oldu D. 40. I. Mübtədam. Eyni saxlayanı silirəm. Colorful flowers. Mənim burada iki mübtəda, iki tamamlığım var. İndi bu cümlədə ancaq colorful flowers veribdir. Mən ona rəngli güllər verdim. Düzdürmü? İki tamamlığım var. Ona rəngli güllər verildi də deyə bilərdik. Yəni tamamlıq yerinə her də qoya bilərdik. Rəngli güllər ona verildi də deyə bilərik. Necə ki, burada deyibdir. Okay. Zamanım hansıdır? Keçmiş. Mən keçmiş axtarmalıyam. Bu indikidir. Verbin deyə bir şey də yoxdur. Cavabım D olacaq. My friend mübtəda, invites xəbər, indiki zamanda. Me tamamlıq. Me keçib olacaq I. My friend olanı silirəm. Invites indikidə olduğu üçün C variantını seçəcəm. Bu keçmişdir. Burada da to be yoxdur. 42. The government mübtəda, changed xəbər, keçmiş zamanda some laws tamamlıq. The government saxlayanı sildim. Xəbərim changed keçmiş zamanda, bu indikidir. Burada to be yoxdur, Y variantı. 43. Sualı çevirməliyəm. Sualı çevirəndə uşaqlar, tek etməm gerəkən şey buradakı do-nu çevirib etməkdir. Xəbər barəsində deyirəm, is. Yəni do köməkçi feili hansı zamandadırsa, to be-ni həmin zamanda işlədirəm. Artıq bunu buradakı do-nu saxlamıram. Okay. Mübtədam you'dur, düzdürmü? You-nu silməliyəm, silibdir. Tamamlığımda vanilla ice cream'dir. Artıq sual cümləsi olduğu üçün orada struktur dəyişəcək. Köməkçi feil bilirəm ki, sual cümləsində keçir mübtədanın önünə. Burada keçmişdi, burada indikidir, burada keçməyibdir, baxın. Burada keçibdir, amma been var. Burada da are olmamalıydı, çünki ice cream sayılmır. Cavabım olacaq B. 44.
Biz bir neçə cümlə veribdir. Pasiv olanı seçməliyik. Necə seçəcəyik pasiv olanı? Bizə lazımdır to be üstəgəl P2. Yəni ola bilər sin ki burada to be versin, amma sonra P2 gəlməsin. Və yaxud da P2 versin, qarşısına to be olmasın. Mənə bu lazım deyil. İkisinin də eyni anda olduğu cümlə lazımdır. Baxın. P2 var, to be yoxdur. I need some time. Nə burada to be var, P2 var, nə to be var. Burada to be yoxdur, P2 yoxdur. To be də var, P2 də var, D variantı. Burada da to be yoxdur. Məlum növdədir, yəni. 45-də eyni qayda ilə gedirik. To be yoxdur, səhv. To be yoxdur, səhv. To be yoxdur, səhv. To be yoxdur, səhv. Y variantı düzdür. To be də var, P2 də var. 46. To be yoxdur, səhv. Burada did var, did olmamalıdır. To be yoxdur. To be yoxdur. To be var, P2 yoxdur, sifət gəlibdir. Ona görə burada da məhculluq yoxdur. Cavabım B. To be də var, P2 də var. 47. Eyni şey. P2 var, to be yoxdur. To be də var, P2 də var. To be yoxdur, to be yoxdur, P2 yoxdur. 48. Were reported. To be də var, P2 də var, düz. To be yoxdur, to be yoxdur, P2 yoxdur. To be var, P2 yoxdur. Burada baxaq, to be yoxdur. Cavabımız A. 49. To be var, P2 yoxdur. Nə to be var, nə P2 var. Burada da P2 var, to be yoxdur. Daha doğrusu P2 deyil də, bu keçmiş zamanda, amma yəni feil olaraq deyirəm. Bayaqdan P2 deyə gəlirəm. Okey. Burada to be də var, P2 də var. Bu P2 deyil, P1'dir. Amma to be də yoxdur. Cavabım olacaq D variantı. 50. To be də var, P2 də var. Burada to be yoxdur. Burada heç biri yoxdur. Burada da heç biri yoxdur. Burada da yoxdur. To be yoxdur. Bu qədər. Geri qalanını da növbəti videoda çəkəcəm.